Alo, ata, indi bir dənə kişi gəldi bura, əlində də bir dənə belə qəribə kağız var idi. Verdi mənə deyir ki, işıq pulunu ödə. Mənə deyir ki, işıq yandırırsansa hər ayın axırı işıq pulu ödəməlisən. Doğrudan. İşıq pulundandır ki. Ayda. Alo, mama, bu xaldenkin qapısını neçənci dəfədə açıb örtürəm, yemək yaramır burada. Bu xarab olub deyəsən bu xaldenik. Həmişə evdə açıb örtəndən sonra yemək olurdu xaldenkin içində, indi yoxdur. Necə yəni? Özüm pişirməliyəm? Doğrudan? Hayda. Mama, bu çişli paltarları qoymuşam otağımdakı vannaya. Elə bir həftədir qalıb bunlar burada. Yuyulmur ki. Necə yəni özüm yumalıyam? Bu... Bəs vanna özü yuyub, qurudub, şkafa qatdalayıb qoymur ki paltarları. Ayda, bunu da özüm eləməliyəm. Alo, evimizə qayıtmaq istəyirəm. Qayıdıram mən, gəlirəm, yaşa bilmirəm belə.